Rockefellerin bir sözü var, deyir, hər gün işləyən adamın pul qazanmağa heç vaxt olmur. Bax, bu standart iş rejiminə də aiddir. Hər gün işlədiyin üçün sən artıq yeni ideyalar haqqında düşünsən belə onu reallaşdıra bilmirsən. Çünki o işdən imtina edib o işə getməlisən. Və bir müddətdən sonra da, məsələn, çox vaxt o standart bir işdə işləyib 40 yaşdan sonra insanlar çox çalışırlar ki, bir iş qursunlar. Nadir hallarda mümkün olur. Çünki gənclik xəzinələrin qazanıldığı bir dövrdür. Gənclik sözü elə xəzinə sözündən götürülübdür. Uğurların qazanıldığı, hətta biz sənət adamlarına baxırıq, musiqiçilərə baxırıq, şairlərə baxırıq. Onlar ən böyük əsərlərini 30-35 yaşda yaradıblar. Yəni 35 yaşdan keçəndən sonra onlar öz keçmiş şöhrətlərinin belə deyək də uğurundan istifadə edərək yaşayırlar. Maaşlı bir işdə işləsəydim, o gənclik enerjimi həmin işə vermiş olacaqdım və böyüməyəcəkdi bu iş. Deyir, öz işini qur, çalış. Əgər onu etməsən, hər hansı bir insanın qurduğu işin tərkib hissəsi olacaqsan. Yəni, öz maraqlarını fikirləşmədinsə, başqalarının maraqlarının belə deyək də alətinə çevriləcəksən. Bax, bütün şirkətlər işçi münasibəti onun üzərində qurulub. Kiminsə maraqlarına xidmət edirsən. Sən hər hansı bir işdə 100% enerji verirsən, verdiyin enerjinin ən yaxşı halda 10%-i maaşının üstə gəlir. Amma biznes fəaliyyətində sən 100% enerji verirsən, bəzən 200% nəticə əldə edirsən.